Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Salam olsun sizə, əziz və hörmətli izləyicilər. Yenə də sizinləyik, yenə də sizin xidmətinizdəyik Ramazan söhbətləri ilə. Bugünkü söhbətimiz Əmirəl-Möminin əleyhissalam haqqında olacaq. Qonağımız Binə qəsəbəsi İmam Rıza məscidinin imamı Hacı Həsən Hüseynoğludur. Salamlayıram Hacı, xoş gəlibsiz. Aleykümselam. Allah razı olsun sizdən, yenə də zəhmət verdik sizə. Bildiyiniz kimi bu gecə əleyhissalamın demək olar ki, bu ərəfələrdə zərbətlənməsi və şəhadətidir. Mən istərdim belə bir suala inşallah ki, cavab verəsiz. Əleyhissalam böyük bir şəxsiyyət, Həzrəti Peyğəmbərimizin qucağında göz açan və onun tərbiyəsi ilə böyüyən, elə bir böyük səhabə, əzəmətli bir şəxsiyyət, ilahi bir şəxsiyyət necə oldu ki, müsəlmanlar arasında bir tənha qaldı, çox məzlum oldu, belə deyək ki, zülmə məruz qaldı və sonunda da Allahın evində, məsciddə, namazda ikən başından zərbə aldı, şəhadətə qovuşdu. Belə bir şəxsiyyət haqqında yəni sıradan biri deyildi, yəni bu qədər zülmə məruz qalsın. Bunun səbəblərini, amillərini inşallah araşdıraq. Buyurun. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi təyyibin tahirin. Və la'nu daima ala a'dahim ecma'in minəl an ilə yevmiddin. Mən də salamlayıram siz dəyərli hacımızı və sizin bütün bu heyəti və bizi izləyən mömin, müsəlman, əziz, bacı, qardaşlarımızı. Allah and verir, İzzəti Cəlalına, Allah mübarək Ramazan ayının feyzini, əzəmətini dərk edib, ələ gətirənlərdən qərar versin inşallah. Əmirül-Möminin Həzrəti əleyhissalatu vəssalam belə bir şəxs ki, onun məqamı hamıya aydın, bütün səhabə, bütün müsəlmanlar onun fəzilətini ki, görür və dana da bilməz və necə oldu ki, birdən-birə belə bir şəxs bir anın içərisində, müsəlmanların içərisində, Mədinədə, müqəddəs Mədinə şəhrində çevrilir olur məzlum. Və Küfədə də belə davam edir də deyək. Bəli, belə Mədinədə və Küfədə də zərbətləndi, şəhadətə yetirildi. Belə ki, onun məzlum adlandırılması məsum imamlardan bizə yetişən o həzrətə xas olan ki, onun xüsusunda olan ziyarətnamələr ki var. Əssalamu aleykə ya Əmirəl-Möminin. Salam olsun sana ey möminlərin əmiri. İmam Baqir əleyhissalatu vəssalamdandır ki, mətni. Əntə əvvəlul məzlumin. Əlləzi qusibə haqqquh gəlir ki, məzlumların əvvəlincisi sənsən. İmamların dilində də ən böyük məzlum məhz Əmirül-Möminin Həzrəti əleyhissalatu vəssalam. Zürarə İbn-i Əyən İmam Sadiq əleyhissalamın xas səhabələrinin ki, əshabından olubdur. Bir gün Həzrət buyurdu ki, ona, ey Zürarə, həl zürtə əsbərə sabirin, səbr edənlərin səbirlisin. Səbr edənlərin səbirlisini ziyarət etmisəmmi mən? Güman elədim ki, Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalatu vəssalamı buyurur Həzrət. Çün İmam Sadiq əleyhissalamın öz dilindən var ki, ya Hüseyin, ərşün mələkləri sənin səbr və təəccüb ediblər ki, Kərbəlada Aşura günü. Sən elə səbr edənsən ki, ərşün mələkləri sənin səbr və təəccüb ediblər. Amma bu cürə ki, imam soruşdu, dedim, yəbnə Rəsulillah, əsbər-ü sabirin, səbr edənlərin ağası, səbr edənləri kimdir? Dedi, huvə Əmirül-Möminin Əli ibn Əbi Talib. Cəddim Əli ibn Əbi Talibdir, möminlər əmiri Həzrəti əleyhissalamdır ki, bütün səbr edənlərin ağasıdır. Məzlumların ağası odur. Ki, 25 il səbr etdim Həzrəti əleyhissalam ki, boğazında sümük ilişən, gözündə tikan düşən adam kimi. Və bu xüsusda bir rivayət yenə yadıma düşdü. Əbu Zərdən soruşdular. Əbu Zər Qəffari ki, böyük səhabə. Ey Əbu Zər, sənin yanında ən şərəfli, ən əziz insan kimdir?
ən əziz və ən şərəfli insan. Dedi, o şəxsdir ki, ən şərəfli, ən üstün insan, Peyğəmbərin yanında ən üstün, ən əziz kim idisə, mənim də nəzərimdə odur. Dedilər, ey Əbu Zər, Peyğəmbərin yanında kim idi ən əziz insan? Bu dəm deyir, Həzrəti Əli əleyhissalam gəldi, bax dedi ki, haza şeyxul məzlum. Məzlum şeyx adlandırma, bu məzlum şeyx. Həzrəti Əli əleyhissalamı məzlum adlandırdı ki, Əbu Zər Qəffaridir ki, bu məzlum şeyxdir mənim yanımda ən əziz insan ki, Peyğəmbər əleyhissalamın da nəzərində oydu. Bəli, bir anın içərisində sanki, bir neçə günün içərisində elə bir məzlum oldu ki, Həzrəti Əli əleyhissalam Peyğəmbər Əkrəmdən sonra ki, sirrini deməyə, ürəyini boşaltmağa, dərdini deməyə birini tapmırdı ki, gedib quyuya öz dərdini deyərdi. Allah rəhmət eləsin, mərhum Şeyx Füzuli Həqiqəti Süədadır. Həzrətin dilindəndir. Yada salır Peyğəmbər əleyhissalamla olan zamanı, günləri, o anları ağlayaraq ki, ey xoş ol günlər ki, bir ümmidigahım var idi. Möhnəti aləm hücumunda pənahım var idi. Mən fəqirə cövr qıldıqca ədu yüz süstrək, ərz halım etməyə bir padişahım var idi. Ey xoş o günlər ki, Peyğəmbər Əkrəm sağ idi. Dərdimi ona deyirdim. Dərdimi onunla bölüşürdüm. Onunla təskinlik tapırdım. Aləmlərə rəhmət idi. Bəli, necə oldu ki, bəs o həzrət birdən-birə belə bir məzlum oldu, belə bir köməksiz oldu ki, hansı ki, o Həzrət o bir zaman gəldi ki, Qədirxumda ona beyət edənləri şahid gətirməkdən ötəri ki, qapı-qapı düşdü. Barmaqla sayıla biləcək qədər insanlar gəlib şahid oldular. Fədək hadisəsindəki şahid tələb olundu ki, insanlar gəlib Həzrət Əli əleyhissalamsın Qədirxumda olanlar gəlib Əli əleyhissalamsın şahidlik etməkdən belə boyun qaçırırdılar ki. Bəli, nəyə görə belə dəyər vermə insanlar ki, ilahi nemətin qədrini bilmədilər. Soyuqqanlıq, süslük, hətta gəldi, siz o Kufə məsələsinə gəlincə, bir zaman gəldi Siffeyn müharibəsi ki, 100 gün davam eləyib. Həzrəti Əli əleyhissalatü vəssalamın zahiri xilafət dövründə idi. Şamda da Muaviyyənin ordusu Əmr ibn As. Bir çox kəndlər işğal olunmuşdu. Əli əleyhissalam çağırırdı insanları, gəlin, müdafiə edin, cihada çağırırdı. Müxtəlif bəhanələr gətirirlər. İndi soyuqdur, qışdır, gözləyək, isti havalar gəlsin. İstidə bir bəhanə gətirirlər ki, nəhayət Həzrət nə buyurdu ki, qatələkumullah, Allah sizi öldürsün, nifrin elədi Həzrət Əli əleyhissalam. Qatələkumullah. Qəd mənə'tum qəlbi, mənim ürəyimi qanla doldurdunuz siz. Mənim ürəyimi parçaladınız ki, Allah sizi öldürsün. Nəhayət ki, Həzrət Əli əleyhissalatü vəssalam insanların çoxuna belə nifrin elədilər. Bəli, insanların süslüyü, insanlar soyuqqanlı yanaşdılar Həzrət Əli əleyhissalatü. Belə ki, iş o yerə çatdı ki, elə bir məqama çatdı ki, o fasiqlər, açıq-aşkar fasiqanə sözlərin, hərəkətlərin deyirdi. Əli əleyhissalamın ünvanına olan nalayiq sözləri bir zaman gəlmişdi Bəni Üməyyənin dönəmində ki, ravi deyir, mən bir gün Mədinə məscidində gördüm, xətib mənbərə çıxıb Əli ibn Əbi Talibin adını çağırır, nifrin, lən deyir, insanlara da deyir ki, cəmaətə siz də amin deyir. Mən soruşdum, kimdir bu Əli ibn Əbi Talib ki, belə lussun min lususu Mədinə, əl-əyazı bilə, Mədinənin quldurlarından biri olubdur. Əli əleyhissalamın öz dilindən ki, Əd-dəhru ənzələni hətta qilə Əli və Maviyyə. Deyir, ruzigar məni o qədər endirdi, o qədər aşağı endirdi ki, ruzigar elə oldu ki, kimlərlə başladılar Həzrət Əli əleyhissalam müqayisə eləməyə. Elədilər, nəhayətdir ki, görəsən Əli yaxşı idi, yoxsa Muaviyyə. Görəsən bunlar müqayisəyə baxın ki, Əd-dəhru ənzələni. O qədər əks təbliğatlar apardılar, haqqı bilənlər sustular. Bəlkə nəhayət ki, Həzrət Əli əleyhissalatü vəssalam, yəni həm şəhadətə yetişəndən sonra və sonra da, yəni mən verilişimizin vaxtına qalıbsa, mən istərdim elə bu qissəni səsləndirəm.
İş o yerə çatdı ki, onun övladını Kərbəlada şəhid elədilər müsəlmanlar, dinmədi. Müsəlman camiası idi, onu xaricdən gəlib etmədilər, namaz qılanlar, qiblə əhli idi bu cinayəti eləyənlər kimi. Onun övladını, onun Peyğəmbər əleyhissalamın nəvələri olan xanım Zeynəb salamullah əleyhə Ümmü Külsüm, Peyğəmbərin əhl-i beytin nəvələrini müsəlman şəhərlərində küçə və bazar əl qolu bağlı, qamçı vura-vura gəzdirdilər ki, müsəlman şəhərlərinin içərisindəki nə cürə tanıtdırmışlar. Amma o İmam Zeynulabdin əleyhissalamın məşhur ki bir xütbəsi Dəməşqdə, Şamda ki, izin aldı ki, Yeziddən xətib, çünki Yezidin könlün xoş etməkdən ötəri Yezid üçün salam deyəndən sonra, belə salam salavat deyəndən sonra Əli ibn Əbi Talib Həzrət Əli əleyhissalamın adını təhqiramiz ifadələrlə özünü, övladını yad elədi. Bəli. İmamın orada məşhur sözü ki var, veyləkə, vay olsun sənin hal və ey xətib ki, bunları bilirsiniz də. Orada Həzrətin o xütbəsində ki, hansı hadisələrdən sonra ki, nəhayət məcbur olub ona izin verdi və orada ki, mən kimin oğluyam, məşhurdur. Orada cəddi Həzrət Əli əleyhissalamın haqqında ki, buyurduğu ki, inşallah icazənizlə ki, mən onu istərdim oxuyam. Ənə ibn Əliyyinil Murtəza. Ey cəmaat, mən Əliyyül Murtəzanın oğluyam. Amma hansı Əlinin? O Əlini yox ki, Bəni Ümeyyə tanıtdırıb, sizə tanıtdırıblar. Siz onu elə yox. O Əlinin yox. Hansı Əliyyül Murtəzanın? Mən o Əliyyül Murtəzanın oğluyam ki, Ənə ibn mən zərəmə xəratiməl xəlq, həttə qalu la ilahə illallah. Ana bunu mən zərbə beynə yedəy Rasulillah. Mən Peyğəmbərin huzurunda cihad eləyən kafirlərə qarşı Peyğəmbərin əmri ilə. İnsanlar İslam'a gəlincə, la ilahə illallah deyib müsəlman oluncaya qədər vuruşanın oğluyam. Mən o kəsin oğluyam ki, Hacərəl hicrəteyn və bayi əl-beyyəteyn 2 dəfə hicrət edənin oğluyam. Bir Məkkədən Mədinəyə hicrət eləmişdi, bir də birisi Mədinədən Kufəyə hicrət elədi. Və qatələ bi Bədrin və Huneyn və ləm yəkfur billahi tərfətə eyn. Bir göz qırpımında olsun yeganə səhabə idi ki, bütə sitayiş etməyib. Allahdan qeyrisinə sitayiş etməyib. Bədirdə, Huneyndə vuruşanın oğluyam, igidlik göstərənin oğluyam. Bən əbn-i salihil müminin və varisin nəbiyyin, peyğəmbərlərin varisinin, möminlərin ən salihinin oğluyam. Və qamihul muhidin və ya'subul muslimin ki, saydı hansı Əlinin oğluyam və nurul mücahidin və zeynil abidin və əsbərus sabirin və əfzəlul qaimin min ali yasin Resulü Rabbil aləmin. Ənə bunu mən müəyyədi bi Cəbrail və Mikail. Mən o kəsin oğluyam ki, Allah Teala Cəbrail və Mikaili ona kömək göndərmişdir. Cəbrail və Mikailin kömək etdiyi kəsin oğluyam. Əl-Mənsur gəlir ki, Ənə ibnül Muhami ən hərəmil muslimin, müsəlmanları qoruyanın oğluyam və nasiri dinillah, veliyyi əmrillah, zəkiyyun, əbtəhiyyun, rəziyyun, sabirun, məkkiyyun, mədəniyyun, xifiyyun, əqəbiyyun, bədriyyun, uhudiyyun, şəcəriyyun, mühazirin, minəl ərab seyyiduha və minəl və'a leysuha. Və Həsən və Hüseynin atası olanın oğluyam. Zakə cəddi Əli ibn Əbi Talib. Həmən Əlinin mən oğluyam. Mənim babam o Əli ibn Əbi Talibdir. Belə bir şəxs, baxın ki, elə bir məzlum oldu bir neçə günün içərisində. O, Allah rəhmət eləsin, keçmiş şairlərimizdəndir, klassiklərimizdən ki, nohələrdə biz eşidərdik. Ya Əli, bu bir vəfa ümmət peyğəmbərdən sonra. Yaxşı saxlıblar sənə, hörmət Peyğəmbərdən sonra. Əcəb sənin ehtiramını saxladılar Peyğəmbərdən sonra ki, bu ümmət, bəli, Həzrət Əli əleyhissalatu vəssalam ki, bəli, insanların əksəriyyətinin laqeydliyi, bəli, haqqı deməməkliyi, Həzrət Əli əleyhissalama ilk gündən ki, yəni olan o haqsızlıq, zülmü görüb susmaqları, bəlkə nəticədə belə oldu ki, Həzrət Əli əleyhissalatu vəssalam məzlumların ağası oldu.
Allah əzr versin sizlərə. Allah köməyiniz olsun. Çox sağ olun hacı. Allah razı olsun. İmam Əli əleyhissalamın şəfaətini bizə nəsib edəsin inşallah. Amin. Dua gecəsidir yenə də. Duanızı inşallah sizdən alaq. Buyurun. Allah'ın verir İzzeti Celal'ını. Bu ayın şəhidi Əmirul Müminin Həzrət Əli əleyhissalatu vesselamın dünyada ziyarət feyzini, ahirətdə şəfaətin ki, hər birimizə Allah nəsib eləsin inşallah. Allah orucumuzu, ibadət itaətlərimizi, qəbul olunmuş ibadət itaətlərdən qərar versin inşallah. Bizləri Peyğəmbər və Ali Peyğəmbərin nurunda, Qur'anın nurunda hidayət olunanlardan inşallah Allah qərar versin inşallah. Allah Peyğəmbər və Əhl-i Beyt əleyhissalamın vətən məhəbbətini, bütün bu müqəddəsatın məhəbbətini Allah Teala qəlbimizdən heç zaman çıxartmasın inşallah. Amin, inşallah. Allah şəhidlərimizi, boynumuzda haqqı olanları Allah qərq rəhmət eləsin inşallah ki, ordumuzu, əskərlərimizi ki, Allah Teala yerin göyün bəlasından hifz eləsin. İlahi amin. Allah razı olsun. Var olun. Dualarınız qəbul olsun hacı. Əziz və möhtərəm izləyicilər, dualarınız, ibadətləriniz qəbul olsun. Sabah qismət olsun inşallah. Sizinlə Allaha əmanət olun. Allahu Akbar.